kəşfiyyatçımız Əhmədov Səyyaf Füqanoğlu'nun bugün cənnətdəki mövludu günüdür. Bu münasibətlə Ağdam rayon İcra Hakimiyyətinin nümayəndələri, Ağdam rayon Yeni Azərbaycan Partiyasının təşkilatının sədri Mənsur Quliyev, xanının döyüş yoldaşları, qaziləri, şəhid ailələri hamısı iştirak edirlər. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahu samed. Lem yelit ve lem yulet ve lem yakul lehu. Allah cem şehitlerimizin məqamını sorur. Cennetdeki mövludu mübarək qardaş. Salam əziz tədbir iştirakçıları, əziz şəhid ailələri, çox hörmətli igid qəhrəman qazilərimiz və həmişə bizim tədbirlərimizə dəyər verən, tədbirlərimizdə həmişə yaxından iştirak edən bizim Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani müəllim və Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Mənsur müəllim. Hər birinizi salamlayıram. Və mən istərdim ki, tədbirimizə başlamamışdan öncə Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün Azərbaycanımızın igid qəhrəman oğlu həmişə vətənini sevin sözü ilə sözün əvvəlində, sonunda deyən, həmişə vətəni öz canından çox sevən igid qəhrəman kəşfiyyatçımız, qəhrəman oğlumuz Xan əminin bu günlərim cənnətdəki mövlud günüdür. Bu günlərim tədbirimizdə Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani müəllim iştirak edir. O cümlədən Ağdam rayon Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Mənsur müəllim. O cümlədən bizim gözəl şairimiz German müəllim və Veteranlar Birliyinin sədri bizim əziz dostumuz Elşən müəllim. Raif Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri bizim əziz dostumuz Sahib müəllim iştirak eləyir və həmişə Xanı əminin adına döyüşə atılan və həmişə də qələbə əzmli, qələbə ilə qayıdan o gözəl idmançılarımız, Kənan müəllimin rəhbərliyi ilə idmançılarımız iştirak eləyir və bizim 1-ci Qarabağ müharibəsinin igid qəhrəman qaziləri, Allah sizləri var eləsin. Bizim şəhid ailələrimiz bu günlərin burada iştirak edirlər. Mən istərdim həmişə Xan əminin yanında olan və onunla çiyin-çiyinə döyüşən, onunla çiyin-çiyinə bütün əməliyyatları birgə yerinə yetirən Zahid müəllim bu günlərim iştirak edir. O cümlədən bizim igid qəhrəman oğullarımız, Şirzad qardaşımız iştirak edir, Bəxtiyar qardaşımız iştirak edir. Mən yenə deyirəm, sizin hər biriniz bizim üçün igid qəhrəmansınız. Xan əmi həmişə orta məktəblərdə gedib Zahid müəllimlə, Bəxtiyarla, o cümlədən Elşən müəllimlə bizim gənclərimizə vətənpərvərlik aşılayırdılar. Və həmişə də amalı o idi ki, sözü o idi ki, vətəni sevin. Bax, bunun ilk sözü, son sözü bu idi. Vətəni sevin. Çünki vətənini sevən ailəsini də sevəcək, anasını da sevəcək, bacısını da sevəcək, dostunu da sevəcək, bütün ölkəsini də sevəcək. Amma vətəni sevməyən heç kimi sevməyəcək. O adama heç insan demək olmaz da. Və həmişə də başqa rayonlara gedəndə mən həmişə deyirəm, bunu birdən bizim rayon rəhbəri qirab tutur, amma mən onu həmişə hər yerdə deyirəm. Bizim rayonumuzda şəhid ailələrinə, şəhidlərimizə, qazilərimizə göstərilən qayğı
rayon rəhbərliyi tərəfindən heç bir rayonda mən görməmişəm. Həmişə də Xanı əmi bizim şəhid tədbirlərində gəlib mütəmadi olaraq iştirak eləyir və orada bizim olan o məktəblilərimizə bizim qəhrəmanlığımızı örnəyi olur. Və mən biraz çox danışmaq istəmirəm, çünki bu günlərim danışan insanlar burada çox olacaq. Mən sözü Xəqani müəllimə vermək istəyirəm. Buyurun Xəqani müəllim. Hörmətli Ağdamlılar, hörmətli şəhid ailələri, dəyərli qazilərimiz, bu günləri həqiqətən də biz qəhrəmanımız Xanı qardaşımızın 55 illik mövluduna yığışmışıq. Təəssüflər olsun ki, o cənnətdə bu gününü qeyd edir. Hər birimiz bildiyimiz kimi uzun illərdir, 2016-cı ildən Xanı heç vaxtı ad günü özü üçün keçirməyib. Çünki onun kəşfiyyatçı, dostu, qardaşı Raqib Orucov şəhid olduqdan sonra o öz ad gününü keçirtmirdi. Xanı elə bir qardaş idi ki, Xanı ilə yoldaşlıq edən, onunla təmasda olan insanlar bilir ki, Xanı həqiqətən də nə qədər vətənpərvər, nə qədər insanpərvər, nə qədər doğma bir insan idi. Xanı ilə mən Allah Teala qəni-qəni rəhmət eləsin, yoldaşlığım olubdu. Biz Naxçıvanda bir tədbir var idi. Tədbirə ikimiz bir yerdə göndərildik. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Cənab Vahid Həsənov tərəfindən. O tədbir elə bir tədbir idi ki, həqiqətən də böyük bir kütlə yığışmışdı ora. Konkret demək istəyirəm ki, Xanı nəinki Ağdam rayonunda, Xanı həmin Respublikanın bütün rayonlarında, həmin Respublikanın bütün hərbi məktəblərində, həmin bütün hərbi hissələrində, həmin Respublikanın hüdudlarından kənarda sevilən bir qəhrəman idi, sevilən bir kəşfiyyatçı idi. İnandırım sizi, Xanı ilə bütün şəhər boyu, Naxçıvanda, harada əyləşirdiksə, bir də görürdük ki, gənclər toplaşır, gəlir bizi diqqətlə belə izləyir, sonra qayıdıb gedib oturub telefonlarını açıb YouTube'da dəqiqləşdirirlər ki, həqiqətən bu bizim qəhrəmanımız, bizim Xanı əmmimizdir, Xanıdır. Və hamı toplaşırdı ki, onlarımız sizinlə şəkil çəkdilər. Nəinki gənclər, orada gördüyümüz ofisərlər, zabitlər, generallar, hər birisi Xanının yolunu keçmiş, Xanının məktəbindən keçmiş. Zabitlərimiz Xan haqqında danışdıqca insanın qəlbi nə qədər qürurlanırdı ki, fəxr eləyirdik ki, bizim Ağdamımızın Xanı kimi qəhrəman bir oğlu var. Fürsətdən istifadə edib bura toplaşan hər bir insanlarımıza rayon İcra Hakimiyyəti başçısının salamını çatdırıram. Əziz şəhid ailələri, hər birinizə başsağlığı verirəm. Allah Teala bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bayaq qeyd olundu, həqiqətən də bizim rayonun bütün xüsusiyyətləri fərqlidir. Yəni, yaxşı mənada digər rayonlardan seçilir və seçilməlidir. İstər döyüşə atılanda övladlarımız cəng meydanlarında ürəklə döyüşməkləri, istər şəhid ailələrinə göstərilən dəstək, istər bax bu cür şəhid tədbirlərində sizi inandırım ki, dünənləri yağış yağmasına baxmayaraq ki, uzaq yol idi. Mən elə fürsətdən istifadə edib Maya xanıma da təşəkkür edirəm. Öz ətrafında cəmləşdirdiyi insanlarla və bütün Ağdamlarımız Raqib Orucovun anım günündə dünənləri o cür izdihamla iştirak edirlər. Bəli, biz seçilməliyik. Ona görə ki, 30 il ermənilərə sinə gərən, qəhrəmancasına dayanan Ağdamlılarıq. İşğal olunsa da rayon mərkəzimiz bütün təmas xətti boyu bizim cəmaatımız həmişə ermənilərə sinə gəribdir və kənardan gəlib burada xidmət edənlərə də həmişə bir örnək olub, dəstək olub. Və bu dəstəyin də başında dayanan deyərəm ki, Xanı qardaşımız olub. Bütün həm hərbiçilərə, həm kəşfiyyatçılara, həm digərlərinə yol göstərən qəhrəmanımız olub.
Hanı sıradan bir əskər olmuyor. Sıradan bir kəşfiyyatçı olmuyor. Xanı həqiqətən də öz adına layiq, öz ləqəbinə layiq, elə xan adına layiq olur. Allah Teala xanı qardaşımıza qəni-qəni rəhmət eləsin. Onun məkanı cənnətdir, onsuz da cənnətdədir. Bizim istəyimizdən asılı olmayaraq o yolu seçibdi. Əziz qardaşımızın 55 illik yubileyi, cənnətdəki yubileyi qoy mübarək olsun. Allah Teala xanı qardaş sənə qəni-qəni rəhmət eləsin. Kenan qardaşımıza böyük təşəkkür edirəm. Çünki onlar nə vaxt ki, hansı bir yarışa gedəndə gəlib Xan əminin ruhu qarşısında bu abidəsi önündə baş əyirlər və ona and içirlər ki, biz gedib qələbə ilə qayıdacağıq. Çünki o yolu Xan əmi qoymuşdu. Onlar hansı bir döyüşə gedirdi, Xan əmi ilə birlikdə bütün şəhidlərimizin ziyarət edirdilər, ondan sonra gedirdilər. Gedəndə də hamısı qələbə ilə qayıdırdı. Çünki onların üstündə, onların köməyi Xan əminin ruhu onların yanında olur. Bütün şəhidlərimizin ruhu onların yanında olur. Və 5-ci günü biz Rahib Məmmədov adına Döyüş Hörrət Muzeyində qəhrəmanımızın adına gözəl bir, möhtəşəm bir tədbir keçirdik. Ailə üzvləri də orada iştirak edirdi. Qazilərimiz də orada iştirak edirdi. Elşən müəllim iştirak edirdi. Məktəblilər gəldi orada iştirak elədilər. Və rayonumuzda silsilə bax elə tədbirlər keçiriləndə, məktəblərimizdə keçiriləndə o məktəblilər hamısı bizim igid qəhrəmanımızın döyüş yolundan da daha yaxından tanış olurlar. Mən ona görə Sahib müəllimə böyük təşəkkür edirəm ki, ora məni də dəvət elədi, orada bir möhtəşəm bir tədbir keçirdik. Və mən istərdim ki, sözü Ağdam rayon Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Mənsur müəllimə söz verin. Buyurun. Hörmətli mərasim iştirakçıları, əziz şəhid ailələri, dəyərli qazilərimiz, ilk öncə hər birinizi salamlayıram və Səyyaf qardaşımıza, eləcə də bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Səyyaf qardaşımız Ağdam rayonunun 124 kəndindən biri olan İsmailbəyli kəndində dünyaya göz açmışdı. Ancaq bugün onu bütün Azərbaycan, bütün Respublika tanıyır. Bu onun öz vətənpərvərliyi ilə, gənc vaxtlarından öz vətənpərvərliyi ilə, öz işinin peşəkar olması ilə əlaqədardır ki, onu bu günlərin bütün Azərbaycan tanıyır. O gənc yaşlarında özünü müdafiə batalyonları vardı hər kənddə. Bağbanlar kəndində də özünü müdafiə batalyonu vardı və orada hər kənddən, Saybalı kəndindən, İsmailbəyli kəndindən rotalar vardı. Xanı da ilk olaraq o rotaya yazılmışdı. Gənc vaxtlarından könüllü özünü müdafiə dəstələrini. Və sonradan o bu yolu davam etdirdi və hər birimizin bildiyimiz kimi 708 sonra da 90 nömrəli hərbi hissənin kəşfiyyat bölümündə iştirak elədi. O Azərbaycanın işğal altında olan elə bir yeri yox idi ki, oradan məlumat gətirməsin, oradan döyüş tapşırığını yerinə yetirməsin. Və bir məsələni də qeyd edeyim. Bir dəfə onun övladının toyu xeyir işiydi. Orada cənab başçı Vaqif Həsənova söz verdilər. Orada Vaqif müəllim bir yaxşı məsələyə toxundu. Dedi ki, danışığının yekununda dedi ki, hərə bir işin xanıdır. Xanı, sən də bu hərbinin, kəşfiyyatın xanısan. Həqiqətən də o ilə həmin o öz vətənpərvərliyi ilə, öz necə deyim sizə, işinin peşəkarlığı ilə o işinin xanı olur. Və bu gün də onun burada 55 illik yubileyin qeyd edirik. Mən də ona cənnətdə mövludun mübarək olsun deyirəm və onun övladlarına can sağlığı arzulayıram, ailəsinə baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah yerdə qalanlara səbr versin. Onun videosu var. Yol polis saxlayır və
kim olsa maşından düşməz. Amma maşından düşür, bu gedir həmin o zabitə tərəf. Zabit bunu tanıyanda deyir ki, bağışlayın sizi. Deyir, yox, o nə deməkdir? Əgər mən bir narşeni eləmişəmsə, siz problem yoxdur. Deyir ki, yox. Siz bizim igid qəhrəmanımızsınız. Bax, Xanə əmi bax beləyik. Ruhu şad olsun. Bəli. Bəli. Bugün mən istərdim ki, şəhid atamız Mehman əmiyə sözü verəm. Allah o dünyasını versin. Mən döyüşçü qardaşım, döyüşçü yollar. Mən də Xanı qardaşıma Allah da rəhmət diləyir. Onun ailəsinə, evladlarına səbir diləyir. Sizin atanız, sizin həyat yoldaşınız bir qəhrəmandır. Xanını mən niyə çox istəyirəm, niyə onu çox sevirəm, ona məhəbbətim çoxdur. Xanı loğa adam deyildi. Təkəbbürlü adam deyildi. Paxıl adam deyildi. Allah ona bu dünyadan nə gözəllik varsa hamısı ona vermişdi. Həmsə ürəkdən deyirəm ya ona. Ürəyimdən gəlir deyirəm. Bəzək vurmuram. Mənim oğlum hərbi akademiyaya gələndə bu çox sevindi. Deməyim mən Allaha şükür. Adamla zabit olanda mən çox sevinirəm. Adamla böyüşən olanda, zabitlə yaşayanda. Nə yaxşı yəni oğlum zabit oldu, oxudu. Hanı çox ürəyi təmiz, qəlbi təmiz adamıdır. Hanı çox zəhmət çəkib xalqımızın yolunda. Çox töhfələr verib bizim ordumuza. Allah bu qardaşa rəhmət eləsin. Bir də bir söz deyəcəm. Biz şəhid ailəsi olaraq hamımız onun bütün ad günlərində ildönümdə iştirak eləməliyik. Çünki o bizi tək qoymayıb bu adam. Bütün evladlarımızın ad günündə, ildönümündə, dəfn olunanda, hamısında bu kişi orada olur. Mən özümə bir borc bilirəm. Həmişə bunu anmağa, bunu yada salmağa. Çok sağ olun. Allah'ımızdan razı olsun. Anım günündə iştirak elədi, ən axırıncı gün. Orada biz qəbr üstünə çata bilmədi, xiyabanda çıxış eləməyə çata bilmədi. Gəldi, mərasim evində dedi, olarmı mən burada çıxış eləyim? Dedim ki, bu, belə sən çıxış eləməlisən də. Orada o elə bir tarixə o nəzər saldı. O elə bir tarixdən danışdı ki, həqiqətən o nəsildən, o kökdən, hansı ki o şəhidin babasının babasından danışdı ki, bunlar elə qəhrəman böyüyüblər. Bu ki, canlı tarix idi. Həqiqətən canlı tarix idi. Mən istərdim ki, Elşən müəllimə sözü verəm. Elşən müəllim də Veteranlar Birliyinin sədri, həm də Xanə əminin ən yaxın dostlarından biri olubdur. Buyursun Elşən müəllim. Hər birinci salamlayıram, əziz adamlar, və şəhid ailələri, qazilər, veteranlar. Xanı qardaş, hamı bir işimiz qəhrəman bilməkdədir. Niyə ki, biz istər xidmətimiz dövründə, istər ali məktəbdə oxuduğumuz dövrdə həmişə hər bir kəs istəyir ki, xan olsun. Niyə ki, öyle bir ad qoymuşdu ki, istər döyüşdə, istər insani keyfiyyətdə həqiqətən bir məktəbdir. Və biz ali məktəbi qutarandan sonra xidmətə göndəriləndə xanlıq barəsində çox qəhrəmanlıqlar işləyir və fəxr edilir. Fəxr edilir ki, elimizin, xalqımızın belə bir dəyərli, igid qəhrəman oğlu var. Və bir yerdə xidmət etdiyimiz müddətdə həqiqətən də mən gördüm ki, xanı həqiqətən bir qəhrəmandır, həqiqətən bir məktəbdir. İstər nəzəri cəhətdən, istər praktiki cəhətdən, tabiçiliyində olan o hərbiçiləri, əskərləri, zabitləri, gizirləri, yenigələr hamısına öz tövsiyələrini verirdi. Öz praktikası döyüş yolundan öyrədirdi. Düz kitabda çox şeylər yazılır, o bir yoldur. Amma onu real həyata yetirmək üçün gərək praktiki işlər görəsən. Xanı da ki, o praktiki işlər 90-cı illərdən
20'ye qədər demək olar. 2017-də tərtib olunsa da, amma 2020-yə qədər o kişi hərbiçilərin arasında oldu. Və xidmətdən tərtib olunandan sonra gənclərlə, məktəblilərlə vətənpərvərlik haqqında söhbətlər apardı, tədbirlər keçirdik, təlimlər keçirdik. Həqiqətən də sevinirdi. Görürdü ki, o orta məktəb uşaqları canla başla o biliyə yiyələnir, fəxr edirdi. Hətta birdən özün adamı qucaqlayırdı, görürdü gözündən yaşlar kövrəlir ki, bizim Ağdamdan hərbiçilər yetişməlidir. Niyə ki, bizə Ağdamlardan hərbiçilər yetişən həqiqətən qəhrəman. Niyə ki, bizim komandirimiz Raqif Orucoğlu. Amma hansı bir tədbir olanda, hansı bir tapşırıq olanda birinci növbədə kəşfiyyat rəisindən qabaq xanını çağırır ki, xanım bu işi görməliyik, burada nə iş görəcəyik onu xahiş edirəm, izah edir. Niyə ki, o yolları, o izləri xanı bilir. Qıraqdan gələn qruplar olsun, gələndə birinci xanını, istər korpus komandiri olsun. Çağırır ki, xanı gəlsin, xanı öz tövsiyəsini versin. Zahid müəllim Allah şahididir. Yəni, tərtib olunduqda hər ikisi də həm bizim o bölmələrdə kəşfiyyat hazırlığına məşğul olurdular. Onlara tövsiyələrini verirdilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Məkanları cənnət olsun. Amin. Bu günləri qardaşımızın 55 yaş tamamı olur. Amma mən deyəndə ki, xanım biz 55 yaşı qeyd edirik. Deyir ki, sən bilirsən ki, Raqif Orucoğlu'nun həmən günü dəfn oluna gedir. Mən ad günü keçirmirəm, 2016-cı ildə. Və belə bir etibarlı, qeyrətli, vətənpərvər, canını, qanını vətən uğrunda verən, canlı şəhid idi. Xanı həqiqətən canlı bir şəhid idi. Hər birimiz üçün bir fəxr yeri idi, qürur yeri idi. Məkan cənnət olsun, qardaş. Allah məqamınızı eləsin. Biz dünən Yusif Millətoğlu'nun Mərzili kəndinin şairi var. Yusif Millətoğlu'nun bizim çox hörmətli müəllimimiz Allahverdi müəllimin adına bir kitab yazmışdı. O kitabda mən vərəqləyəndə baxdım ki, orada xanı haqqında da sözlər var və xanı haqqında da orada şeir yazıbdır. Mən indi onu sizin nəzərinizə çatdırmaq istəyirəm. Kəşfiyyat işində qorxu bilmədin, əfsanə olmusan, nağıl olmusan. Vətənə xidmətli cəsarətinlə xanı tək tanınan oğul olmusan. Hər gün düşmənlərin töküb qanını, 30 il cəbhədə sözün var sənin. Düşmən üzərində qələbə payın, vətənə xidmətdə izin var sənin. Raqufla, Zahidlə çiyin-çiyinə, sən ki düşmənlərə vermədin aman. Qarabağın cənnəti seçdin, şəhid ucalığı qazanan zaman. Bəli, o vətəni o qədər sevirdi ki, vətəninə o qədər bağlı idi ki, o bütün müəllimlərin, şairlərin hamısının qəlbindədir. Və şairlərimiz də bu günlərim bizim qəhrəmanımıza gözəl sözlər yazır, gözəl şeirlər yazır. Və mən bu günlərim burada iştirak edən şairimiz German müəllimi salamlayıram. German müəllimə təşəkkür edirəm ki, bizim şəhidlərimiz haqqında, o cümlədən bizim qəhrəmanımız haqqında da öz gözəl qələmləri ilə gözəl ürək sözlər yazır. İndi German müəllimi dinləyir. Qəhrəmanlar bir neçə cür olur. Yəni qəhrəman var, şərait onu qəhrəman kimi yetişdirir. Yəni əvvəlki müharibədə də bunun şahidi olduq. Taytuşlarımız ətrafımızda olan insanlar ömrü boyu bir adamın dava eləməyən, səsi ucadan çıxmayan müharibədə elə qəhrəmanlıqlar göstərdi ki, gözləmədiyimiz halda. Yəni qəhrəman var, şərait yetişdirir, qəhrəman var, anadan qəhrəman doğulur. Qəhrəman var, bir günün qəhrəmanıdır, qəhrəman var, hər günün qəhrəmanıdır.
Misal üçün Mübariz İbrahimov bütün dünyada bu gün tanınır, bir günün qəhrəmanıdır. İçindəki o cəsarət, qəhrəmanlıq, Məhdi özün büruzə verdi, geçdi, yıxdı, sürüdü, vurdu, dağıtdı. Milli qəhrəman haqq elədiyi milli qəhrəman adını da aldı. Xanı anadan qəhrəman doğulmuşdu və hər günün qəhrəmanı idi. Xanı, mən bir yazımda yazmışam ki, topuğuna qədər palçığına batmasan, torpağın vətən olduğunu anlamazsan və onu anan kimi sevənməzsən. Xanı boğazına qədər o vətən torpağının palçığına batmışdı. Çünki hətta ateşkəs dövründə də vaxtaşırı xanı özündə o cəsarət tapıb düşmən içinə gedirdi, girirdi, məlumat toplayırdı, bir çox şeyləri öyrənirdi, gəlirdi. Xanı Allah'ın ölümə üsyan şəklində yaratdığı bir insan idi. Xanı ölümü ömrü boyu tanımadı, ölümü saymadı. Ölümün üstünə mərd-mərdanə getdi. Allah o dünyasını versin, bu mövlud günü mübarək olsun. Allah yerdə qalanların canını sağ eləsin, övladların yerində yurtçu eləsin, qalanlara səbir versin. Allah rəhmət Sağ ol. Sağ ol. Bağbanlar Birliği var. Ondan sonra Saybalı Birliği var. Bizim bütün o birliklerin hamısı bizim dövlətimizə göstərdiyi köməkdir. Yenə deyirəm, onlar hamısı birləşib, nətər ki 44 günlükdə hər bir kəs yumruq kimi birləşdi, o birliklər də hamısı birləşib, o kəndlərdə abadlıq işləri görürlər. O da dövlətimizə bir xeyirdir. Bir də onun yanında olan, mən Zahid əmiyə sözü vermək istəyirəm. Buyurun. Sağ olun. Allah təşəkkürlərinizi rəhmət eləsin. Amin. Mən də ilk öncə sizə müəllimə təşəkkür edirəm ki, gerçəkdən Ağdam bir nümunədir. Şəhid mövzusu, qazi mövzusu, digər rayonlarda tədbirlər keçirilir. Məlumatımız var. Amma Ağdamda olan münasibət bəlkə də heç yerdə yox. Çoxdan olur, Ağdam ona layiqdir, Ağdam cəmaatı. Burada duran adamlarımızın əksəriyyəti yaralı, döyüşlər iştirak edilmiş, qəhrəmanlıqlar göstərmiş insanlarımızdır. Allah onlara da can sağlığı versin. Xanıdan danışmaq da çətindir, danışmamaq da olmaz, amma danışmaq da çətindir. Xanı qəhrəmanlar qəhrəmanıdır. Qəhrəmanlarımız çoxdur. Burada elə yoldaşlar var ki, onlar dəfələrlə döyüşlərdə qəhrəmanlıq edir. Amma Xanı qəhrəmanlar qəhrəmanıdır. Xanı tarix yazanlardandır. Xanı hərb elmində, döyüş meydanında iz qoyanlardandır. Məsələn, Xanı o qəhrəmandır ki, Xanıya mən birdən keçilməsi mümkün olmayan istiqaməti göstərəndə ki, Xanı buradan keçə bilərik, Xanı deyirdi keçə bilərik. Bəlkə də o da hiss edirdi ki, oradan keçmək olmaz. Amma o adamda o qədər hünər, cəsarət, o qədər qabiliyyət vardı ki, yəni onda mümkün olmamaq söhbəti yoxdur. Yəni məhdudiyyət yoxdur. Xanı hər zaman qəlbimizdə yaşayacaq. Nə qədər varıq, nə qədər yaşayırıq, nə qədər Azərbaycan var, Xanı kimi yiğitlərimiz tarixdə qalacaq. Yəni qalıcı yiğitlərimizdən. Heç kimin bilməməlidir, heç kimin xətrinə dönməməlidir. Bütün şəhidlərimiz hər birimizin üçün əzizdir. Bəli, Xanı canlı şəhiddir. Xanı 90-cı illərdən canlı şəhid adını qazanmış. Xanı 3 dəfə ağır yaralandı. Xanı yenə hospitalda da uzun müddət qalmadı. İnandırıram, tam sağalmamış qayıdırdı xidmətə. Ona deyəndə ki, hələ yarım tam sağalmayıb, dayana bilmədi. Çünki adamda vətən, torpaq sevgisi o qədər həddindən artıq yüksək idi. Xanı sız da mən kəşfiyyat əməliyyatlarında olmuşam, amma inandırıram ki, Xanın yeri hər zaman görülür. Hər zaman görülmüşdür. Yəni Xanı olmayan yerdə Xanı hiss olunur ki, Xanı burada yoxdur. Xanı burada olsa bu
burada daha fərqli vəziyyət olardı, daha fərqli işimiz olardı. Xanı tək döyüş meydanında yox, Xanı bu ictimai fəaliyyətlərdə də aktiv insanlarımızın biriydi. Xanı o məğlubiyyəti qəbul edə bilmədiyi kimi, həzm eləyə bilmədiyi kimi, bu ictimai həyatda da Xanı haqsızlığı, ədalətsizliyi götürmürdü. Yani o da onun çok yüksek keyfiyetlerinin biriydi. Biz hərdən Siyavuş kardeşimizden elə öz aramızda danışırıq. Gerçekten bugün Xanın yokluğu, boşluq qalır. O boşluğu dolduracaq da bir insanımız yok. Lakin ölüm haqqı Xanın bu facia ve ölümü bizi ne kadar yandırsa da qəbul eləməliyik. Bizə düşən odur ki, unutmayaq. Sağ olun Qorxmaz müəllim. Çox sağ olun. Ben her zaman deyirəm, her dövrün öz fədakarları var. Siz de bugünkü dövrün fədakarlarısınız. Yani bugün gələcək nəsillərə Xanı tanıtmaq üçün həm Kənan müəllimin gördüyü işlər, idman sahəsində, həm digər sahələrdə bugün sizin də üzərinizə düşən bir fədakarlıq var. Başta Xan olmaqla bütün şəhidlərimizin adı yaşadılmalıdır, gələcək nəsillərə çatdırılmalıdır. Yani biz uzun bir dövr, uzun bir zaman, 30 il torpaq həsrəti yaşadıq. Az qala hər ayda, nə bilim, ayrı-ayrı insanlarımızın evlərinə şəhidlər gəldi. Yani biz 30 ildə sanki o müharibəni yaşadıq, dayanmadan yaşadıq. Allah övladlarının gələcəyin xoşbəxt eləsin. Nə qədər çətin olsa da bugün Hüseynin, Həsənin və o cümlədən də mən bunları hər birin öz qızım bilirəm. Həmişə yanınızdayıq. Həmişə yanınızdayıq. Həmişə. Ölənə qədər biz sizin qulunuzuz. Çünki atanız qəhrəmandır. Bundan o yana ad yoxdur. Xalqın qəhrəmanı olmaq hər bir adama qismət olmur. Xalqın qəhrəmanı. Bəli, mən bayaq tədbirimizin əvvəlində dedim, bizim idmançılarımız hamısı döyüşə gedəndə birinci xiyabanı, Xanı əminin ziyarət edib ondan sonra gedirlər. Oradan da qələbə ilə qayıdırlar. Dünən qələbə ilə qayıdan igid qəhrəmanımız, bizim əziz dostumuz, Kənan qardaşımıza mən söz vermək istəyirəm. rəhmət eləsin bütün şəhidlərimizə. Bütün sözlər deyildi. Biz də bir idmançı olaraq, yəni şəxsən bir məşqçi olaraq mənim borcum bütün idmançılara Xanı qardaşımızın qəhrəmanlığı haqqında məlumat verək və mund eləyirik və bizim borcumuzdur. Hər zaman yəni rayonumuz üçün, vətənimiz üçün, elimiz üçün hər bir şeyə hazırıq. Sağ olun, var olun. Allah rəhmət eləsin. Sağ ol. O Türkiyəyə gedəndə siz Xan əminin şəkili olan bayrağımızı oradakı bütün zal ayağa qalxdı. Mən onda həqiqətən fəxr elədim. Bütün müsəlman Orada ölkələri inanın ki, ancaq o bayraqdan istifadə edirdi. Yəni o da bizi həqiqətən çox orada belə deyək də həm sevindirirdi, belə həm nətərdi, kövrəlirdik. Allah rəhmət eləsin. 11 qızıl medalı, 11'ini də rayonumuz alıb. 11 qızıl medalı. Bir nəfər orada ikinci yerə çıxıbdı, Türk döyüşçüsü. O da deyib ki, icazə versinizmi mən də o bayrağı alım, mən də onu belə paylaşım belə. Deyirlər ki, nə o nə demək? Onunla fəxr eləyirik biz. Mən sizə böyük təşəkkürümü bildirirəm. Allah canınızı sağ eləsin. Var olun. Uğurlarınız bol olsun. Uğurlarınız bol olsun. Rayonumuzun da həmişə başınıza eləyin. Rayonumuzun rəhbəri də həmişə sizin arxanızda dağ kimi duracaq. Çox sağ olun. Sağ olun. Sağ olun. Və mən Yavuş qardaşımız Onları biz her zaman buradaki hatırlayırız.
Biz bu olarak da her zaman onu önümüzde boşluğundayız. Bunlar vətən üçün en büyük değerleri olan canlarını fəda eləmiş kişilərdir. Allah hər birinə rəhmət eləsin deyirik. Bugün şehit kardeşimiz Kanun'un 55 illik adına yaklaşmışız. Belə ki, tabii ki, belli ki, aramızda bugün kişisel olarak yoktu. Yani her zaman onun acılığını karşılıklı tabii ki bizdik. Bugün Qədir ilahi, yani biz onun sadece mezarı başında ziyaret ettik. Yoldan ağır böyle çətindir. Ama belə ki, yani o bir bugünkü ziyareti bir ölümsüzlük nümunəsi kimi, bir unutmazlıq ifadəsi kimi, qəhrəmanı, cəsur bir kişini heç vaxt unutmamağımız adına bu toplantını, bu mərasimi təşkil etmişik. Ona görə umud olunur ki, o kişi həqiqətən burada bizdən qabaq söz alan, danışan qəhrəman haqqında o qədər müsbət fikirlər söylenir ki, derdim ki onların hiçbiri abardılmış değil. Hamısı gerçekten Tanrı'nın her yolunda geçtiği en çetin yolların doğru, dürüst yani kıymetlendirilmesidir. Biz millet olarak çok acılı bir zamanı girdik bu 30 yıllık yani taşkınçılık hayatı varından, devletinden, torpağından, milletinden, qohumundan, əqrabasından hər yönü ilə pərən düşmüş bir milletin nümunələriyik. 30 il ərzində biz torpağın nə qədər şirin olduğunu, nə qədər orada ona kənardan baxmağın nə qədər acılı olduğunu hiss etdik, bildik. Ona görə də 30 ildən sonra biz silaha sarılıb, mənlə, fizikən silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda ki döyüşə qatlaşdıq. O zaman o torpaqları almaq üçün qəhrəman kişilər yanılıyordu. O qəhrəman kişilərin bu günlərin əsəridir ki, biz artıq öz torpaqlarımızda rahat gedib ziyarətimizi edirik. Ata-babalarımızın yurtlarını, əcdadlarımızın qəbristanlıqda, yəni məqamlarını gedib ziyarət edirik. Ona görə də millət olaraq hər zaman biz onlara borçlu olduğumuzu ifadə edirik. Bax, bu da bu günlərin, bugünkü bu toplantıda bu kardeşimizin timsalında belə bir qəhrəmanı heç zaman millətimiz unutmamağının bir nümunəsidir. Biz dostlar olarak, yoldaşlar olarak, ne bileyim sevenler olarak her zaman kanını kalbimizde yaşadacağız. Ne kadar ki hayatımızda var, hayattayız. Gerçek manada ona yani öz sevgimizi bu şekilde ifade edeceğiz. Çünkü ayrı bir yolumuz yok. Mezarı başında onu ziyaret etmek müəyyən manada bizleri rahatladır. Məqamı uzun olsun əziz qardaş. Ruhu şad olsun. Sevenlerine başsağlığı veririk. Ailesine, sizlərin de başsağlığı veririk. Allah rəhmət eləsin dedik. Sağ olun. Da var ki, o da bizim şairimiz değil, İlqar müəllim Boranoğlu. Ben de burada olan herkese salam verirəm. Ailesine başsağlığı verirəm. Xanı hamımız üçün müqəddəsdir, xanı hamımız üçün dəyərlidir. Özündən böyüklər də, özündən balacalar da həmişə ona ana əmizə müraciət edir. Xalq heç vaxt öz qəhrəmanlarını unutmur. Nəsildən nəsilə, nəsildən nəsilə keçirəcəklər. Belə bir deyim var, deyirlər ki, torpağın altı üstündən zəngindir. Ona göre zəngindir ki, bu torpağın altında kanı kimi yiğitlərimiz, qəhrəmanlarımız. İnşallah gələcəkdə kanı haqqında daha böyük proyektlər həyata keçiriləcək. Bunun həyatından filmlər çəkiləcək, əsərlər yazılacaq. Bunu tanımayanlar da tanıyacaqlar. Ben bugün sosyal şəbəkələrdə baxıram, bizim Rusiyada olan əzizlərimiz, orada yaşayan Qaşmeşka rayonunun dostlarımız öz profillerinde kanı hakkında şəkillər paylaşır. Kanı hakkında özlərinin fikirlərini yazırlar. Ben onlara da teşekkür ederim. Bu kəndin oğlu kimi, bu kəndin bir sakini kimi orada olan herkese teşekkür ederim ki, belə bir müqəddəs gündə, belə bir əzizlərimizin
yanındayıq. Allah şəhidlərimizə rəhmət etsin. Şəhidlik çox uca bir məqamdır. Ora hər adam yetə bilmir. Allahın ümidli insanlar bilir. Yəni şəhidin ailələri də onun qüruru ilə yaşamalıdır. Fikirləşməlidir ki, mənim şəhidim bu vətən üçün, bu torpaq üçün canı fəda elədi və mən onun qüruru ilə yaşayıram. Yəni şəhidlər ölməzdilər. Özlərinə abidə qoyurlar. İllərlə əziyyət çəkirik, ev tikdirdik. Bəzən təbii fəlakət baş verir. Bizim orada qiymətli əşyalarımız qalır. Biz qorxuruq ki, ölə bilərik. Ona görə də girib orada heç nə götürə bilmirik. Amma bunlar da bilirlər ki, öləcəklər. Amma bunlar bilirdi ki, təzdən nə vətən olmayacaq, nə torpaq. Ona görə öldülər ki, ondan sonra yaşayanlar azad yaşasınlar. Analar heç vaxt bir də balalarına ikinci dəfə ailə deməsinlər. Allah səbir versin. Amin. Məkanı cənnət olsun. Hər kəsə təşəkkür ederim. Çox sağ olun. Salamlayıram ona görə ki, xanımın birliyinə, cənnətdə Mövlud gününü anırıq. Mən şəhid Həmzənin qardaşıyam. Xani ilə bir yerdə döyüşdə olub. Baxmayaraq ki, Həmzə az xidmət elədi. Xani ilə bir yerdə minnət küçü şəhid oldu. Və mən həmişə Xani ilə Zahid müəllimlə əlaqə saxlayırdım. Və mən həmişə istəyərdim ki, Xani ilə çiyin-çiyinə döyüşdə olam. Allah o günü mənə 44 günlük müharibədə yaxşı elədi. Baxmayaraq ki, 1-ci Qarabağ müharibəsində polis kimi Ağdam polis alayında xidmət edirdim. Amma xanının mərdliyi, igidliyi haqqında saatlarla yox, günlərlə danışmaq olar, həqiqi mənada. Nə qədər ki, Azərbaycan xalqı var, dövləti var, milləti var, xanı kimi qardaşlar, igid qardaşlar yaşamalıdır. Bunların adına abidələr, bunların adına küçələr, bunların adına adlarına ləyaq inşallah nəsə təqdim olunmalıdır. Bir daha ailəsinə, onun sevənlərə, övladlarına başsağlığı verirəm. Xanı hamının xanısıdır. Siz belə bilməyin ki, o sizin evdən getdi. Xanı bütün evdən getdi. Bütün Azərbaycanın belə deyək də hissəsindən getdi. Həqiqi mənada xanı döyüşdə heç bir vaxt ölümü düşünmədən ölümə doğru gedirdi. Bəli, siz burada dediniz, xanı dirikən şəhid idi. Bu həqiqi bilidir. Mən bir epizod deyim, sözümü yekunlaşdım. 44 günlük müharibədə atəşgah yekunlaşanda o Zahid müəllimə öz etirazını bildi ki, nəyə görə Ağdam, Kəlbəcər, Laçın, o bir rayonlar işğaldan azad olunmamış atəşgah oldu. Bir bilə şəhid olanlar, yaralananlar, qazilər əziyyəti hədər oldu. Şükürlər olsun ki, bugünkü gündə mən o millətə həmişə lənət olmuşlar deyirəm. Onların burada izi qalmadı. Onlar buradan bir dəfəlik getdilər. Onların 200 illik planı Dağlıq Qarabağ üzərində olan fikirləri məhv oldu. Şükürlər olsun bir daha. Xanı qardaş, məkanın cənnət olsun. Sənin qarşında baş əyirəm. Allah sənin Allah rəhmət eləsin. Xanı qardaşımıza qəni rəhmət eləsin. O şad olsun. Xanı haqqında çox danışmaq olar günlərlə, həftələrlə, aylarla. Döyüş yoldaşları xan haqqında fikirlərim bildi, amma onun çox dərinlikləri var. Onun çox əziyyətlər oldu. Xalqın, millətin, balalarının gələcəyi, rahat yaşamaq üçün çox əziyyətlər, zəhmətlər olub. Allah qəni rəhmət eləsin. Mən çox fikirlər söylədim, amma mən elə istəyərdim ki, bütün dərsliklərimizdə, bütün məktəblərdə belə bizim oğlan övladlarımızın hamısına belə qəhrəmanlarımız haqqında danışılsın. Onlar da bilsinlər ki, bizim düşmənimiz var. Hər zaman belə igidlərdən danışmaq lazımdır ki, onlar da unutmasınlar. Xanı heç ola unudulan deyil, hamının yaddaşındadır. Mən həmişə demişəm, xan o vaxt öləcək ki, biz onu unudacağıq.
O da mümkün O da değil. mümkün değil. Mümkün değil. Onu Allah qəni rəhmət Sağ olun. eləsin. Sizlərə də təşəkkür edirəm hər birinizə. Sağ olun. Hörmət çəkin. Bizim Gəlmişsiniz. borcumuz. Hamımızın Borcumuzdur. Allah hər birimizə səbr versin. Və mailə gəlir ki, hər bir kəs istəyir ki, burada çıxış eləsin, danışsın. Onun qəhrəmanlığından, onun döyüş yolundan. Mən bir kəlmə söz deyil. Biz şəhidimiz Mahrızlı kəndindən Şamil qardaşımızın, Zəngşaldan Şamil qardaşımızın haqqında film çəkildik. Orada dedi ki, onun döyüş yoldaşı Xana əmi olubdur. Biz dəvət elədik Xana əmini. Orada çıxış eləyəndə dedi ki, Qorlaq müəllim, bir kəlmə söz deyil. Mən həyatımı o kişiyə borçluyum. Çünki Allah bir daha deyir. Məqamın uca eləsin. Qardaş, indi ailə adından həmişə qüruru dayanan yoldaşına söz vermək istəyirəm. Buyur bacım. Çok sağ olun. Her birinize teşekkür ediyorum. Vaktinizi ayırıp bugün burada iştirak ediyorsunuz. Allah her birinizden razı olsun. Allah hanın da mekanını cennet eylesin. Onun cennetteki mevludu mübarek olsun. Hanı bizim her zaman qəhrəmanımız olub. O demək deyil ki, xanı rəhmətə gedəndən sonra biz onu elə bilmişik, yox. Biz xanını həmişə fərq eləmişik. Xanı haqqında internetdən nəsə yazılanda mənə deyirdi ki, gəl bunu oxu. Oxuyurdum, yəni sevinirdi ki, onun haqqında heç kim nəsə bir mənfi rəy yazmayıb. Mənə deyirdi ki, Təzəgül, mən inanıram ki, nə baxsa bu millət mənə qəhrəman adım verir. İnşallah. Onsuz da qəhrəman. Onsuz da xanı qəhrəman idi. Mən birdən onu demək istəyirəm ki, Allah mənim övladlarımı xanın ruhu qarşısında utandırmasın. Amin. Övladlarının yanında olacaq. Həmişə. Həmişə. Allah bir daha deyirəm, sizlərə səbir versin. Allah canınızı sağ eləsin. Gün o gün olsun Hüseynə, Həsənə, o qızımıza məclis eləyəsiniz. Bax, orada hər bir kəs, rayon ictimaiyyəti orada iştirak edəcək. Hamı. Bir əmi kimi, bir dayı kimi, bir qardaş kimi. Bir daha deyirəm, cənnətdəki mövludu mübarək, qardaşım. Mən bura gələn bütün idmançılarımıza, bütün rayon ictimaiyyətinə, Xəqani müəllimə, o cümlədən bütün qazilərimizə, igid qəhrəmanlarımıza, xanı sevənlərin hər birinə böyük təşəkkürümü bildirirəm. Bax, sizin bura gəlişiniz, bizim hər bir tədbirdə iştirakımız, bizim şəhid anamızın, bax, görürsünüz, yarasına bir balaca məlhəm çəkir. Allah sizə dəyməsin, canınızı sağ eləsin, cənnətdəki mövludun mübarək. Qardaşım.